Lənkəranda isə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir təşkil olunub. Bayram tədbirində rayon icra hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, incəsənət nümayəndələri iştirak ediblər. Çıxışlarda yola saldığımız il ərzində ölkəmiz, o cümlədən Lənkəran üçün əlamətdar olan hadisələrdən, həyata keçirilən yeni layihələrdən danışılıb. Növbəti ildə də ölkə başçısının uğurlu siyasəti nəticəsində bu nailiyyətlərin davamlı olacağına əminlik ifadə olunub. Tədbirdə həmçinin rayonun ictimai-siyasi həyatında yaradıcı fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə rayon icra hakimiyyəti tərəfindən diplom və hədiyyələr təqdim olunub. Uşaqların səhnədə təqdim etdiyi maraqlı rəqs nömrələri bayram şənliyinə rəngarənglik qatıb. Yeni ilin rəmzi sayılan Şaxta Baba və Qarqızın səhnəyə daxil olaraq hamının salamlaması isə tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbir bədii öz fəaliyyət kollektivlərinin təqdim etdiyi konsert proqramı ilə davam edib.